qeyd edim ki, polipi qaşınma üsulu, polipi götürməyin qaşınma üsulu, bu kör-körənə üsuludur. Yəni görmədən götürülür. Çünki orada xırda poliplər də qala bilər. O böyüyü götürmüş ola bilərlər də, o xırda poliplər qalar. İləriyən zamanlarda yenə ikinci bir əməliyyata, ikinci bir qaşınmaya ehtiyac ola bilər. Ona görə polip varsa, yaxşı olar ki, bu histeroskopi ilə əməliyyat icra edilsin. Bəs gənc xəstələrdə polip əməliyyat icra edilməlidirmi? Deyəlim, pasiyentimiz gəncdir və onun uşaq istəyi var. Uşaq istəyi var. Deyəlim, uşaq istəyi var. Bəli, bunu nəzərə alaraq, uşaq istəyini nəzərə alaraq polip əməliyyatı icra edilə bilər. Poliplər gənc qadınlarda nə problem verə bilər? Bəzən heç bir problem vermir, heç bir simptom vermir. Sadəcə təsadüfən ultrasəs müayinəsində aşkar edilir. Bəzi pasiyentlərdə isə aybaşı qanamaları ya da aybaşı arasında ləkələnmələr verə bilər. Gənc pasiyentlərdə poliplərin əsas bizim əməliyyat etmə səbəbimiz uşaq istəyidir. Pasiyent gəlir, uşaq istəyir və uşaqlıqda polip var. Qeyd edim ki, poliplərin yeri ən çox uşaqlığın arxa divarında olur. Arxa yuxarı divarında olur və implantasyon da ən çox orada gedir. Yəni, döl də ən çox uşaqlığın arxa divarını sevir və ora birləşir və orada bir böyük polip var. Döl də ora birləşəcək və bu da bəzən hamiləliyə engel ola bilir, bəzən tam tərsi polipə yaxın implanta olur və düşüşə səbəb ola bilir. Pasiyent poliplə hamilə qala bilərmi? Bəli, qala bilər. Bayaq dediyim kimi, polip arxa divarda olar, döl gəlib ön divara birləşər və bu hamiləlik davam edə bilər. Hamiləlik baş tutubsa adətən davam edir, amma polipə yaxın yerə gələrsə, ya hamiləlik baş tutmur, ya da baş tutarsa, bəli, inkişafdan qalma verə bilir. Ona görə bir polip şübhəsi varsa, yaxşı olar ki, histeroskopiya ilə dəqiqləşdirilsin. Biz diaqnostik histeroskopiya deyirik, çətin bir işləm deyil, zəif sedasiya altında, zəif anesteziya altında icra edilir. Bəzi ölkələrdə heç anesteziya da verilmir və çox az 5-10 dəqiqə içində icra edilən bir əməliyyatdır və qayçı ilə adətən polipin ölçüsünə görə adətən burada koagulyasiya deyilsə, qayçıdan istifadə olunur və polip çox asan götürülür. Götürülən material da lazım olarsa histologiyaya göndərilir. Burada həm polipdən qurtulmuş oluruq, həm də polip əkilməyə gedir histologiyaya və o pasiyent rahat olur ki, artıq polipdən heç bir dönüşüm yoxdur, heç bir şey dönüşməyəcək. Adətən gənc pasiyentlərdə bir dönüşüm olmur, amma yenə də histologiyaya göndərilir. Demək ki, nəymiş? Necə ki, mədədə və bağırsaqda polip var, götürülür və histologiyaya göndərilirsə, ginekologiyada da polip aşkarlanırsa, yaxşı olar ki, götürülsün və histologiyaya göndərilsin, amma qeyd edim ki, burada qaşınmadan qaçmaq lazımdır. Burada ən yaxşı üsul histeroskopiyadır. Histeroskopiya nədir? İncə bir kameradır. Altdan uşaqlığın boyuna uşaqlığa girilir, heç bir qarın kəsilmir və onun ucundan özəl bir qayçılarla, özəl ucunda olan qayçılarla o poliplər asan bir şəkildə götürülə bilir. Pasiyent heç xəstəxanada da qalmır, eyni gün evinə gedə bilir.